Nasip kardeş. Hardan diye. Ah. Düştü yere. Az. Ne edirsən az? Sımallah, qorxdum elə bildim cin diye. Çin özün sana az mənə cadu eləməyin 5 süründə ərimə eləyirsən. O traktor neysən ki işləməsin, pulsuz qalsın. Az nə cadu, az ayıb deyir sizin çinkin. Mən sizə cadu eləyənəm. Az bir də sifətimə bax, gör bu sifətə heç cadu eləyərlər. Hazır cadu olmuş sifətdir də. Az gel öz sifətimə baxın. Nə olur? Qohum, qonşu hamilə olanda sənə baxmırlar ki, uşaqları sənə oxşar, yazıq. Az, sifətimə bax, 100% anon sənə hamilə olanda qonşunun itinə bax və yarış itinə oxşayırsan. Mən sənə məsələn it oxşayıram. Oxşayırsan, əlbəttə. Az sən oxşayırsan, az. Qoy sənə indidən deyim, şəhərə gedəndə ağız açıq gəzmə. Olmazsa ağız açıq gəzmək, cərimə eləyərlər. Bir də parkazda sizi buraxmırlar, biləsən. Niyə çünki? Ay sağ ol. Namornik vurun. Ay sağ ol. Az sən adam kimi sənlə danışıram. Sən bir dənə hürsün, qaçacağam mən buradan, ha? Sən de görün burada nə işin var sənin? Sən kimsən ki, sənə məlumat verəcəyəm? Kimsən də? Mən münasib qardaş lazımdır mənə. Hə, uca qardaş hə. Bəli, qardaş. Bir dəfə də çay qoymamısan nə qabağına. İndi necə qardaş oldu? De görüm nə insan onu? Deməyəcəyəm sənə. Ay doğuya noxud vuran eybəcər. Mən sən. az bir tərəfdə doğuya noxud vururlar, ay yazıq. Hə, elə. Amma biz tərəfdə mən doğanın içində noxud görəndə elə biləm qutuda səni görürəm. Az mən noxudsuz doğuya içəndə elə biləm ki, xəyanət olmayan türk seriallarına baxıram, bildin? Az o türk seriallarının baxana kimi o doğuya pişirməyi öyrənəydin də. Bilsən sizin doğuya niyə yaxşı olur? Çünki nəslinizin çoxsu qatıqdır. Qatıq. Qatıq da əlbəttə qatıq. Sənə deyirəm. Mənim nəslimdəki görmüşəm də əmlərim. Sənə doğuya pişirir. Nə doğ? Tökərəm doğanın təpəndən ortasına. Az mənə münasib lazım. Sən kimsən? Çıqat. Az, davay ya. Ne olur? Bırak süreceğim. Özü ver lan hangisi? Az yaxşı. Az çək az. Bırak görüm necə yolur. Belə yolmağa meyillisən. Həyətdə hündüşkalarınız var ha. Gel onları yol. Ver münasib qardaş yesin də öz razından. Nisa, qurban ol. Qəşəng onu yol. Pomidorla, soğanla qorum. Yiyeyim də onu Nisa. Hadi deyən bir dəqiqə. De görüm hardaydın sən? Hara getmişdin? Az niyə soruşursan? Varatnikinə baxın da. Sən qərət bilən. Hardan gələcəm? Müdür çağırmışdı, onun yanına getmişdim. Mənə bax münasib. Mən sənə aldığım parfumu niyə vurmursan? Yaxşı adıma düşdü Nisa. Mən səhər duranda onu axtardım, tapa bilmədim. Parfümü qoy qırağı. Deyin görüm siz burada nə edirsiniz? Siz birdən ikə sahəyə gələn deyilsiniz. Yox, münasib qardaş, mənim sənlə vacib söhbətim var. İntihası bu var, bu yarış iti. Bu burada olmasın. Yox, elə şey ola bilməz. Həyat yoldaşımdır. Mənim ondan gizlin sirrim yox. Mənə telefonda anam SMS yazandı. Mən birinci ona qulaq astıram, sonra özüm qulaq asıram. Aldın payımı. Yaxşı, nə olar, qulaq asın, eybi yox. Sənin canın sağ olsun, sənə görə ya. Sağ ol, sağ ol. Qulaq as, bu meydana nəsə olub, bilirsiniz nətərdirkən? Elə bir ki, axşam gələndə toydan, belə qanı qara idi, belə nəsə bir tər idi də. Deyirəm ki, meydan, nə olub da, nə baş verib? Dinmir, danışmır, belə özünə qapanıb. Bayaq da eşidirəm ki, telefonla danışır. Kiməsə deyir ki, mən 100 manat verə bilərsən təcili. Deyirəm, birdən sıxarlar, incidərlər onu 100 manata görə yeyəm. Allah köməyimiz olsun. Münasib bir qardaşım gedər onu əlini qoyar çiyninə, ona bir yardım eləyər, duasını eləyər. Əlini çiyninə qoymaq lazımdır, əlini cibinə aparmaq lazımdır. Az münasibin pulu var, ya mənim pulum var. Az falçıya gedmək istəyirəm, bir nəfər var onun dilini ağzını bağlatdırmaq istəyirəm. 20 manat tapa bilmədim. Pul yoxdur bizdə. Kimin dilini ağzını bağlatdırmaq istəyirsən ya? Baba sənin. Mənim. Bu dəqiqə sənin. Səniz zəlil olasan. Zəlil olasan. Mən deyirəm pul lazımdır, deyir ki, şeydir. Yoxdur, münasibin pulu yoxdur, başa düşmürsən. Bax da ciblərə bax, bomboşdur. Bax, bu nədir? Vay Allah! Uy, mama pullara bax. Bəs deyirsiniz yoxdur. 100. Ha ver bura o işin. Yəqin onun puludur da. İşin puludur bu, işin puludur. Sen buradan gel puludur. İşin pulu. Dərdliyəm, dərdimi kimə söyləyim? Arağı cakuç qaşır, içim göynəyim. Dərdliyəm, dərdimi... Qardaş nə olub? Nə baş verir? Ben sənin nə problemin var ki, mənim xəbərim yoxdur? Hə? Qaqaç, Hə? açığı bırax. Onsuz da yük olmuşam sənə, dərdimi də deyim, yükləməyim səni. Kimə deməlisən ki? Sən məndən başqa qardaşın var bu həyatda. Mənə deməlisən də. Gördün, bir ibrət al da. Meydan, aşkı Tom, mənə baba, qəşəng patron yağalmışam sənin üçün. Ürəyin nə yemək istəyir, bişirim ye, nə olur? Almamı səni?
Yolda gələndə də yol üstü münasibə aldırdın onu. Elə. Ne iç? Durum Cem içip. Ha, otur görüm, içmək nədir? Sənin dərdin o qədər böyükdür ki, sən o şişirdən içirsən. Münasip. Hə. Ne kadar çatıram. Gör isteyen olsa diyersen. Ha, nədir axı sənin problemin? Sən o problemə görə niyə nağaranı satasan ki? Yəni 100 manatlıqdırsa dərdim verim də o pulu. Münasip çağırdan bildim benim gücümat borcum var. Bilir də sənin ağrın 100 manatlıqdır da. Ha, sən yadından nə tez çıxdı? Biz əkiz qardaşıq, mən hiss eləyirəm. Hədiyən görüm, hə. Münasib varınsa 35 manatı mənə ver də. Yani da. Qəşşək yorğanuzu görmüşəm. Hədiyən də yorğan vaxtıdır, hədiyən də. Hala qardaşım, get məsələbə həll elə. Nə içki içirsən, nə də nağaranı satırsan. Hala. Münasip. Münasip. Sen benim için ne kadar çok eğlendin. Yaxşı, yaxşı. Yani benim içimde güç götürdüm ben paraçutundan düştüm yere. Meydancı, qurban olum, gecədə sakit qonşular. Qoy bilməsinlər bizim sirrimiz, dərdimiz, sərimizdən. Ağlama. Münasip. Hə, Buyur. mən niyə qaytarsan ki bunu? Bugün ben Neçə bacı çay üçün ətər almışdı. Ha, o götürdüm ki, bir iki dənə, çox yaba bura bir dənə vururum, bir dənə də bu əlimdən düşdü, çındı. Nə danışırım? Mən də deyirəm, duxuneyi yoxa çıxıb. O, evet. Sındırıb duxuneyi. Nisə? Dəyim onu, mən özüm. Münasip, əlimdən düşdü, ya, Münasip. Bilirəm ben. Ha, bunu da görüm. Münasib, ayıb deyir. görürüm. Gecədə qonşular. Bu da gələr meydan. Qoyma da, nə O oldu? göysün onu.